Herkese salam değerli izleyicilerim. Marketlerde satılan tərkibi qatqı maddeleri ve suni rəngləndiricilərlə dolu olan o içkiləri unudun. Bugün reyhan kompotu hazırlayırıq. Hazırlanışı üçün hər kəsin evində olan ərzaqlardan istifadə edilir. Bizə lazımdır limon, limon duzu, şəkər tozu, su və reyhan. İlk şərbəti hazırlamaqla başlayıram. Bunun üçün suyun üzerine 1 stəkan yarım şəkər tozu və biraz limon duzu əlavə edirəm. Qeyd edim ki, dəqiq istifadə etdiyim ərzaqların ölçüsünü isə videonun açıqlama hissəsində qeyd edəcəm. Oradan əldə edə bilərsiniz. Şərbət ocaqda qaynayarkən bir qab götürürəm və onun içərisinə reyhanları yerləşdirirəm. Məncə bu kompotu digərlərindən fərqləndirən əsas cəhət odur ki, heç bir suni boyadan istifadə etmirəm və nəticədə çox gözəl rəng alıram. Reyhanların arasına limon dilimləri də yerləşdirirəm. Şərbət hazırdır və artıq üzərindən əlavə edə bilərəm. Qapağını örtüb üzərini dəsmalla bağlayıram ki, istiliyi getməsin. Təxminən 2 saat bu cür gözlədirəm. Beləliklə gözəl rəngli, təbii reyhan kompotumuz artıq hazırdır. Resepti faydalı hesab etdinizsə videonu bəyənməyi və yayda ən çox hansı kompotu sevdiyinizi rəylərdə mənimlə bölüşməyi unutmayın. Növbəti dadlı reseptlərdə görüşənədək. Hələlik.